Salam, mən Əzinin Nuri, Cəlilabad rayonu Alaçatı 2 saylı tam orta məktəbinin 5-ci sinif şagirdiyəm. Mən kitablarla inkişaf edək layihəsinə qoşulmuşam. Bu dəfəki oxuduğum kitab Aleksandr Volkovun Zümrüd şəhərinin Sehrbazı adlı kitabdır. Mən bu kitabı sizlərə biraz tanış etmək istəyirəm. Zümrüd şəhərinin Sehrbazı. El adlı cəsur bir qız və onun şən dostlarından bəhs edir. Tufan sevimli Elli və onun vəfalı küçüyü Totoşkanı sehirli ölkə Gövşənlər ölkəsinə gətirir. Doğma Kanzasa qayıtmaq istəyən Elli adam yeyənlərin məskənində, Məkirli Lalə düzündə, Zümrüd şəhərində və daha neçə sehirli yerlərdən keçirlər. Uyuq, dəmir odunası kimi yeni dostlar qazanırlar. Siz bu kitabı oxuduqca məşhur qütbünün yalanlarından, səhrai ölkənin həmişə cavan, Sehrbazı Stellanın geri dönüb Elli və Totuşa kömək etməyindən xəbərdar olacaqsınız. Sonunda birlik, yaxşılıq və dostluq qalib gəlir. Mən bu kitabı sizə tövsiyə edirəm ki, alıb oxuyasınız.